Bu dəfə sizə çobanın bir günü adı altında vlogumu təqdim edirəm. Özümü kovboy kimi hiss etdim və inəkləri qabağıma qatıb günəşin ilk işıqları ilə sıfıra yollandım. Səhər tezdən işə gedən Sasidinlə salamlaşdım və sürünü sahəyə tərəf apardım. Kənddə elədir ki, hər kəs səhər tezdən durub bir işin dalınca gedir. Kimisi ot yığımına, kimisi də satmaq üçün böyürtkən yığmağa. Biraz kömək eləyən kimi özümü göstərib, yığdığım böyürtkənləri də yeyib ki, nizam-intizamı pozan inəklərin canına düşdüm. Kəndimizdə inəklərin balalarına cöngə, düyə, camışın balalarına isə kəlçə və avara deyirlər. Avara özləri. Günorta olan kimi sürünü suya gətirirlər. Camışlar da öz hovuzunda sərinləyirlər. Hər ehtimal yağış yağar deyə gətirdiyim çətiri istidən qorunmaq üçün istifadə elədim. Teknologiya. Axşamacan bu proses davam eləyir və günün sonunda sən gün batımı ilə inəkləri sürüb leş yorğun evə gəlirsən.